Suraxanıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi. Suraxanı rayon icra hakimiyyətinin Bakıxanov Mall Əyləncə və Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları, eləcə də fiziki məhdudiyyətli uşaqlar üçün əyləncəli bayram şənliyi təşkil edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, eləcə də Bakıxanov Mall Əyləncə və Ticarət Mərkəzinin nümayəndələri iştirak ediblər. Uşaqlar üçün bayram süfrəsi açılaraq hədiyyələr təqdim olunub. Klon və animatorların təqdimatında əyləncəli oyunlar, seyirbazın rəngarəng nömrələri balacalar tərəfindən maraqla qarşılanıb. Həmçinin onlara əyləncə mərkəzindəki müxtəlif atraksiyonlardan pulsuz istifadə imkanı yaradılıb. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək onlara sağlam və xoşbəxt gələcək arzu edib.